Hər bir kəsə salam, əziz dostlar, dəyərli izləyicilər. Bu günlərim sizinlə bərabər özümün hazırladığım bir sınavın izahını verəcəm. Gəlin keçək suallara. 6 sual listeningdir və tam din formatında hazırlamışam. Onu da qeyd edeyim ki, yoldaşlar, sınağı əldə etmək istəyirsinizsə, sadəcə Telegram kanalıma qoşulun. Ora cavablarda, listeningində hər şeyi göndərmişəm. Gedək başlayaq 7-ci sualdan. İlk öncə, yəni buradan. Deməli, baxaq bu suala. Həm də suallar içərisində izahlar da verəcəm özüm. Demək, sualımız belədir. İlk öncə biz öyrənək it, its və it is. Bunların fərqini öyrənək. It biz bilirik ki, həm adlıq halda olur, həm də obyekt halda olur. Bu onu göstərir ki, yoldaşlar, yəni həm özündən sonra xəbər gələ bilər, həm də xəbərdən və yaxud da söz önündən sonra it gələ bilər. Its həm isimli yərki aldı, həm də isimsiz yərki aldı. Yəni, bundan sonra həm isim gələ bilər, həm də isim gəlməyə bilər. It is isə bunun zaten qısaltmasıdır, it is'dir. Yəni, bunun mübtədası da var, bunun xəbəri də var. Buna bir dənə çatmayan nədir? Tamamlıq. Bu da özündən sonra tamamlıq axtarır. Yəni, sual əslində bu şəkildə analiz olunandan sonra very difficult. Very difficult çox çətin idi. Deməli, mən buraya it is verməliyəm, çünki o çox çətin idi. Həm də idi sözünü, yəni orada xəbəri də qoymalıyam. If you win, windən sonra gəlibsə, deməli, mən buraya it verməliyəm. Çünki xəbərdən sonra gəldiyinə görə. Levels da isimdir, ona görə its verməliyəm. Olacaq burada cavab nə? Its, it, its. Yəni, C variantı. Yəni, uşaqlar, suala bu incəliklə yanaşsaz, cavabı tapacaqsınız. Bu belə. Biraz uzaqlaşdıraq yenə. Hər suala belə detallı baxaq. Təbii ki, detallı olmaq tələb edənlərə. Deməli, ilk öncə biz öyrənək uzlaşma məsələsini, yəni mübtəda xəbəri zeri zerada necə uzlaşdırırıq. Yəni, zera və yaxud da zeriz və yaxud da zera. Bunlar özündən sonra gələn ilk sözlə uzlaşır. Yəni, burada cars varsa cəmdir. Bu nədir? Cəm. Deməli, iz olmaz, voz olmaz. Heç nə. İndi bundan sonra artıq məsələlərə keçərik. Çünki birinci tərəfdə artıq hər bir cavab düz olacaq. Deməli, var idi ballar. Amma it is. Burada isə cavab olacaq. Artıq var sözü gedəcək. Çünki burada bir isimlər lazım idi. Zeriz gedəcək. Cavab olacaq B variantı. Bu da belə getdiyinə görə keçək 9-cu suala. Demək, each of his baxaq. Bu neçənci sualdır? 9. 9-cu sualda cavab nə olacaq? Baxaq. Deməli, mən hələ ki, bunun sifət üçün həm adjektiv istəyir, həm adverb istəyir. Each of his. Özündən sonra isim gəlir. Ona görə mən bura nə qoymalıyam? Sifət qoymalıyam. More brutally, Ly getdi. Brutally D variantı getdi.
İkinci sırada hurt var. Yəni mən bura artıq feilə görə nə qoyacağam? Zərf qoyacağam. Deməli serious getdi. More seriously Ruda. Maçdan sonra isə nə qoymalıyam? Müqayisə dərəcəsi. Müqayisə dərəcəsi qoymalıyam. Müqayisə dərəcəsi qoyacağım üçün B variantda getdi. Artıq cavabımız olacaq Y variantı. Mən belə bir sual idi. Həmçində qəbula düşə bilər. Article sualı. Burada biraz açı PDF-in olsa Amerika falan aşağı düşür, heç olmaz. Amazing story. Deməli bu ilk öncə nədir? Sifət plus ism. Bu nə adlanır? İsmi birləşmə. Yəni ona görə bu ismin artiklı keçəcək bura. Yəni burada an var, olacaq an amazing. Yenə burada yazaq an amazing. About burada da off var olduğuna görə, artıq cavab nə olacaq? Z. Eyni şəkildə burada da off'un hər iki tərəfinə Z qoyuruq. Cavab olacaq C variantı. 11-ə baxıram. The police cəmdədir. Ona görə burada looks olmaz. Bir getdi. A police car. Car sözünə baxıram. Has təş xəbərdir. İkini götürürəm. Only a little of rice. Of-dan əvvələ baxıram. A little. Nəysə təşlədi. Rice sözü təşlədi. Has var. 2-ni də götürərəm. Mən 3-ü də götürərəm. 11-ci sual ilə C variantını yazarım. İlk öncə burada biz bilirik ki, bu tip suallarda müftədə gəlməlidir. Was gəlib getdi, was gəlib getdi. Aha, əla. Why she is, he so nervous is for. Məsələn, burada məsələlər nə yerdədir? Müftədən sonra da xəbər gəlməlidir. Burada biz bilirik ki, wonder, want to know olanda zərf işlənməz. A, B, C getdi. Birdən də sonra xəbər olmadığına görə, xəbər yəni so nervous bizdə olduğuna görə cavab yenə səhv olacaq. Baxaq. Interrogative sentences sualıdır. Mükəmməl. Özündən sonra birbaşa xəbər müftədə gəlməz. Köməkçi feillə əsas feil yanaşı gəlməz. Cavab olacaq 1 və 2. Sonra 14-cü suala baxaq. Possessive case sualıdır. Biz bilirik ki, who's'dur, what's'dur, hiz'dir, she's'dir, bunlar olmaz. Richard broke brother's new bike. Məncə cavab bu cavab olacaq. Afraid of qorxmaqdır, özündən sonra feil gəlməz. Özündən sonra sifət şərif gəlməz. Özündən sonra bin gəlməz. Biz bilirik cavab olacaq C variantı. 15. 15-ci sualda isə letter sözü cansızdır. Cansız onda nə işlənir? Bir with işlənər. Bir də that işlənər də. Yəni 1 və 2. A variantı. 16. You had better. Əgər bu feilin növlərinə aid bir sualda had better gələrsə, burada sadə finish olacaq. Kim? When-dən sonra had gəlməz. When-dən sonra had də gəlməz. Baxaq, was keçmişdi, entes indikidir, düzəlməz. Was keçmişdi, entered. Ola bilər. Was şeydir, keçmiş indiki olur, cavab olacaq. Və C variantı. Baxaq 18-ə.
Deməli, burada biz həmişə iki dənə məqsədimiz var ki, 1 və 2 deyək. Bir cümlə təsdiq və yaxud da inkar olduğunu eləyirik. Bir də will-dur da bunun köməkçi feili, buna baxacaq. Nəysə. Deməli, also ilə want işlənməz. Eyes olan yerdə gərək bir dənə də not hissəcik olsun. Baxdan sonra bura inkardısa, bura artıq təsdiq olmalı idi. To işlənməz. Cavabımız olacaq A variant. Niyə belə getdi yenidən? 19. Did you say? Baxaq. Bir buy bus on foot. Bu da belə. Burada isə nəyə baxmalıyıq? Hə, biz bilməliyik ki, make birinci qrupdur. Yəni, make-dən sonra to gəlməz. Want üçüncü qrupdur, to gələr, B cavabımız olacaq. Burada to gəlməz, let-dən sonra, expect-dən sonra to gəlməli idi, allow-dan sonra to gəlməli idi. Doğru cavab B variantı. 21. Bunu keçən dəfə bu qəbuldan götürülmüş bir sualdır. Baxaq. Deyir ki, 20 minutes, nə bilim, nə. The sportman men daha doğrusu have been playing tennis at the stadium for 20 minutes. Əslində bu şəkildə olur. Niyə belə oldu? Bizə çıxmaz demək. Swap'ı qorumaq lazım uşaqlar. Mən çat dedi, bəyəxarda zaten cümləliyə yazmışdım. 22. 22-də antonimlər istəyir. Show gözəl şey göstərmək, hide kild etmək. Wide geniş, narrow, dar. Tying, yorulun, relax, yorulunmayan. 1, 2, 3. D variantı. Uşaqlar, izah bu qədər. Yəni, bilmirəm, suallara da baxarsınız. Məndə suallar hamısı dim formatında idi. Yəni, mətnə əslində baxmaq olar, amma məncə buna özünüz baxsaq zaten çox əla bir mətindir. Yəni, onu da deyim. Və onu da qeyd edeyim ki, bizim mətnimiz burada şeylə bağlıdır. Rəssamlarla bağlı. Bu günlərim 28 dekabr tarixində seçirik. Eyni şəkildə OTK-da da rəssamlarla bağlı mətn düşmüşdür. Sağ olun, sağ olun.